11 il ərzində orta məktəbdə xarici dil tədris olunur. Ancaq əksər şagird nəinki danışa, hətta baza biliklərinə belə yiyələnə bilmir. Vətəndaşlar deyirlər ki, məktəblərdə bütün siniflər üzrə xarici dil tədris olunur. Dərs saatları da kifayət qədərdir. Ancaq məktəb proqramı ilə dilin mənimsənilməsi mümkün olmur. İngilis dilini çox da yaxşı bilmirdilər. Ona görə yaxşı öyrənə bilmirdik. İndi heç nə bilmirəm məsəl üçün. Məktəbdə hər müəllim hər uşaqla belə fərdi məşğul ola bilmir də. Hər fərdi uşağa belə deyim də üzərinə düşə bilmir. Onun üçün məncə hazırlığa getmək daha məsələdir. Uşağın oxumağına baxır. Yəni vaxtında dərsini yaxşı oxusa məncə yaxşı olar. Eyni problem bölgələrdəki məktəblərdə də yaşanır. Zaqatala və Tovuzdan olan sakinlər orta məktəbi bitirənlərin xarici dildə danışa bilmədiklərini deyirlər. 11 illik təhsil müddətində isə yalnız qrammatik materiallar işlədilir. İngilis dili. Neçənci sinifə keçirsiniz? 1-ci sinifdən keçirik. Danışıq səviyyəsi o qədər də yoxdur, çünki universitetə görə qrammatika keçilir də, danışıq yox. Elə də yox, intihası yüngülvari anlayışım var. Danışmağı öyrənə bilmirik. Əsasən 5-ci sinifdən başlayır. Danışıq yox, qrammatika üstünlük verirlər. Bugünkü gündə ingiliscə çox ehtiyac var. Məcburuq ki, müəllimənin yanına göndərək ki, güclü oxusun, öyrənsin. Dərs saatı artırsa bugünkü gündə tələbatı ödəyəcəkdir. 11-ci sinif bu il buraxılış imtahan verəsiyəm. Uşaq çoxluğuna görə 45 dəqiqəyə çatdıra bilmir də. Sinifdəki lap çox uşaq var. Ona görə həm də müəllim yalanlar getməyə ehtiyac olur. Bəs necə olur ki, müxtəlif kurslarda qısa müddətə öyrədilən xarici dil 11 il ərzində şagirdlərə mənimsədilmir? Təhsil məsələləri üzrə ekspert Səbuhi Abdullayevin sözlərinə görə, şagirdin məktəbdə xarici dili öyrənə bilməməsi qəbul imtahanında ciddi problemlər yaradır. Dövlət imtahan mərkəzlərinin listenlikdə ilk olaraq başlanğıcda səs ucaldıcı vasitəsilə qəbul edilir və şagirdlərə bunu dinlədir, testlər işlədilir. Ancaq orta məktəblərdə kitablarında bu listenliklər kifayət qədər azdır və əksər məktəblərdə bunlar istifadə edilmir, həm texniki qurğular baxımından və eyni zamanda şagirdlərin, müəllimlərin ingilis dili öyrətməsi, belə deyək ki, yalnız sözləri yazmaq, əzbərləmək və bəzən cümlədə də işlədilmir bu sözlər. Yazı yazma işlərində, eyni zamanda listeninkin dinləməməsinə görə onların monitorinq nəticələri kifayət qədər aşağı olur. Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirildi ki, ölkə məktəblərində ənənəvi olaraq 6 xarici dildən biri əsas fən kimi tədris olunur ki, burada ingilis dili üstünlük təşkil edir. Bu dilə olan tələbatı nəzərə alaraq onun öyrənilmə keyfiyyətini artırmaq məqsədi ilə Elm və Təhsil Nazirliyi bir neçə ildir ki, ingilis dili dərsliklərini dünyada tanınmış nəşriyyatlardan alır. 6-cı siniflər üçün dərslik hazırda bir neçə məktəbdə pilot rejimdə istifadə edilir. Növbəti ildən o dərslik də kütləvi istifadəyə veriləcək. Agentlikdən deyilib ki, DİM-in təşkil etdiyi buraxılış və qəbul imtahanlarında düşən sualların ümumi təhsil proqramı ilə uzlaşmaması iddiası isə həqiqətə uyğun deyil. Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə isə sorğumuza cavab olaraq bildirdi ki, imtahanlarda istifadə olunan tapşırıqlar ümumi təhsil müəssisələrində qüvvədə olan dərsliklərə və tədris proqramına, yəni kurikuluma uyğun olaraq tərtib olunur. Bundan öncə keçirilmiş buraxılış imtahanlarının elmi statistik təhlili tətbiq olunan imtahan modelinin fən kurikulumlarının tələblərinə və dərsliklərin məzmununa tam uyğun olduğunu təsdiq edir. Hər kəs buyurub müqayisə apara, təhlil eləyə və əmin ola bilər ki, buraxılış imtahanında fənlər üzrə dövlət tərəfindən müəyyən olunan standartların tələblərinə uyğun qiymətləndirmə aparılır. Hər iki qurumdan aldığımız cavab məktəblərdə xarici dilin tədrisində, həmçinin buraxılış və qəbul imtahanlarında sualların tərtibatında hər hansı problemin olmadığını deməyə əsas verir. Ancaq bütün bu cavablar 11 illik təhsil bazasını bitirənlərin bu müddət ərzində xarici dildə danışa bilməməsi reallığını da dəyişmir. Xələf Xələfov, Cümşid Məmmədov, Ruslan Abdulov, Səbinə Qurban, Xəbər Ertəsi.